Şamaxı rayon Cabanı kəndinə gedən yolun təmir aparılan ərazisində öncədən xəbərdar edici yol nişanları quraşdırılmadığı üçün sürücü idarə etməni itirərək avtomobili çuxura düşüb. Mən Şamaxı rayon 2-ci Sayılı kənd sakini Şahverdiyev Əhəd Bakıdan Şamaxı istiqamətində hərəkət edərkən burada yolun qazıntı apardıqlarını bilmirdim. Yoldan gələndə znakların olmadığını gördüm. Yəni qaranlıq idi, biraz hava nəmişli idi, yol taraz görsənmirdi. Mən də gəldiyim kimi də düşdüm. Yəni sürətim də böyük olmuş. Nişanı var burada, zontikdən qoyublar. Hal-hazırda görsənir yəqin çəkilişdə. Mən də onu görə bilmərəm. Mən o birisi tərəfdən gəlirdim, qarşı tərəfdən. Bir də yolun qarşı tərəfinə də keçiblər, xətt kəsiblər və zəng vurdum bizim yol idarəsi müdiri Nazim müəllimə. Bir başa saldım ki, müəllim bəs belə olub. Dedi ki, biz belə vurmuruq znak. Yəni belə iş görürük. Yəni mən də qaldım çıxılmaz vəziyyətdə ki, dedim kimə müraciət edeyim, hara müraciət edeyim. Aidiyyatı qurumla əlaqə saxlayanda qeyd etdiniz ki, yolların təmir bərpası zamanı təhlükəsizlik baxımından yol nişanları quraşdırılmalıdır. Bəli. Bununla bağlı hansı cavab oldu? Onlar dedi ki, siz ancaq məhkəmə yolu ilə bu işi eləyə bilərsiniz, mülki işdir və şikayətinizi bildirin. Mənə də biraz qayıtdı ki, siz gözünüz görmür, sizin gözünüzü yoxlatdıracağam, korsuz, yolu görmürsünüz, çuxuru görmürsünüz. Mən də burada qarşı tərəfdən gələndə özünüz də müşahidə elədiniz ki, bu çuxur görsənmir. İndi gəlib məni gördülər, burada doldururlar. Mənim maşınım ziyan çəkib. Həmin çuxuru siz müraciət edəndən sonra bəli. asfalt qırıntıları ilə gətirib doldurublar da, amma sutkanın qaranlıq vaxtlarında, axşam saatlarında və siz müraciət etməmişdən öncə bu çuxur bu vəziyyətdə. Səhər saatlarına çəkiliş eləmişəm, saat 9 radələrində hardasa. Çəkiliş eləmişəm, həmin çəkilişdə yəni burada heç nə yox idi. Ondan sonra çəkilişdən sonra Nazim müəllimə yığmışam. Nazim müəllimə yığandan sonra qayıdıb gəlmişik bura. Burada əməkdaşlar ölçüb aparırdılar ki, çuxurun dərinliyin, yolun eni uzunu. Onda zəng vurdum onlarla danışandan sonra gəldim gördüm ki, burada fəhlələr bu daşları bura yığırlar. Və mənə bildirdilər ki, danışacaq müəllimlə belə filan. Sonra zəng vurdular ki, get nə bilirsən elə. Bu yolu qazanda bu fikirləşməlidir ki, mən xalqa xidmət eləməliyim, amma bu xalqa ziyan vurur. Bir şeyi yadından çıxardıb ki, bizim dövlətimizin başçısı, hörmətli prezidentimiz deyir ki, gedən məmurlar ancaq xalqa xidmət eləməlidir. Bu amma xalqa xidmət əvəzinə xalqa ziyan vurur. Əksinə eləyir bu. Kimə arxayındır, nə arxayındır biz o qaranlıqdır. İndi xahiş edirəm bunu araşdırılsınlar. Görə bu kim arxayındır? Niyə gəl cəmaata deyir ki, gedin nə bilirsə eləyin. Gedin nə bilirsə eləyin, arxasında yəqin ya bunun puluna arxayındır, ya adamına arxayındır. Nə arxayındırsa bizə o maraqlı gəllanacaq. Biz ancaq hörmətli prezidentimizə arxayınıq. Başqa ikinci bir adam arxayın deyil. Arxayın deyil. Onun da Allah şinavan diləsin, bütün cəmaatı da eşidir, gözəl eşidir. Hamısı prezidentin arkasında. Hamımız arkasında durmuşuq. Hara desə hazırıq. Dünən biz bu kişi ilə qoşudan gəlirdik. Gecəydik. Gəldik təpəmiz üstə, az qaldı ağzımız yerə dəysin. Bir günlər döşəyiblər bu daşı. Axşam o özünə yox idi, nədir qoyublar, o yox idi orada. Hadisədən sonra o yazıq uşağın atası xəstədir. Güclə, kreditlə bir maşın alıb. O da getdi bu deyə pis günə qoydu. Onu kim düzəldəcək? Onun atası 100 ildə qalsa o düzəldəndə görürsə, onun iynə pulunu tapa bilmir. Yazıq uşaqdır. İndi alıb da, nağaç, biz ölmüşdük, belə şey olmaz, baxan yoxdur. Yoxdur baxan. Yoxdur baxan. Nədir o gətirib indi döşəyib ora ki, güya mən yol düzəltmişəm. Niyə görə baxılmır? Bu cür prezidentimiz var bizim, gözəl prezidentimiz var. Hər şərait o biz üçün yaradır, sağ olsun. Allah onun üçün həmişə dönə avan diləsin. Ada o belə deməyib, o deyir ki, söktün düzəlt. 2 gündür, nədir 2 metrə yer düzəlmir? Qeyd edirsiniz ki, yolda təmir işləri 2 gün bundan öncə başlayıb. Bəli. Amma hazırda Qazıblar, gediblər. Hə. Amma gəlib heç kim eləmirdi. Ta maşın bura düşənə qədər. Maşın təndən sonra gəlib bunu döşəyiblər, znak qoyublar ki, güya znak var burada. Amma znakı dönən heç qoymamışdılar. Bunu irəlidən qoyurdular da. Hansı ki, yox, burada yol nişanlanması ilə bağlı qəza təmir, bərpa təmir işlərinin aparılması ilə bağlı heç bir yol nişanları quraşdırılmır. Yoxdur. Özə gecə gələndə, gündüz olanda heç olmaz gendən görə bilirsən.
Gecə amma ta ora düşənə qədər hiss eləmirsən ki, burada bir şey qazılıb. Böyük bir katlavan olsaydı, torpaq tökülsəydi görmək olardı. Amma elə qazıblar ki, heç nə görükmür. Ta yamya çöndə hiss eləyirsən. Bunu nə olardı? Ya o üzünlə, bu üzünlə zəq qoyaydı. O da Gələn də görəydi da. adi biz qoca adamlardır. Yolla yeriyəndə düşürsən. Niyə bura gecə qaranlıqda? Bundan ötəxi bir şey qoyulmalıdır bura. Yox. Bu bilmirəm kimə arxayındır, nəyə arxayındır, nəylə cəmaatı başını alladırlarsa, belə olmaz axı. Bunun hökumətin yiyəsi var, dövləti var. Bunu belə cəmaatın içində olmaz axı bundan ötə. Ha bunu tədbirini görmək lazımdır. Bunu axırı O maşını kim düzəltdirəcək? Ona imkanı yoxdur. Yoxdur. Nə yaxşı ki, digirənib gedib orada öz ölməyib. Gedib düşərdi o da ora yamya orada da ölərdi. Oysa biz bunu müraciətini eləyəcək. Hara lazımdır gedib. Dövlətdən, Respublika prokurorundan, həm Daxili İşlər Nazirindən, prezidentə qədər bunun tədbiri görülməlidir. Sən cəmaatı bu günə qoymamalısan. Sən iş görürsənsə, iş görürsənsə, elə iş görürsən ki, cəmaata ziyan vurma da, xeyir ver günə. Amma bəlkə cəmaata xeyir vermədən ziyan vurur.